Salam dostlar. 3 sot yarımda mənim 7 otaq evin satışa çıxarmaq istəyirəm. Kimin ehtiyacı var buyursun, gəlsin, baxsın. Və Masazırda çox gözəl bir küçədə yerləşir, Mehdi Seyirvadə küçəsi. İki tərəfdən Atorta və Zeynəb Ticarətə hardasa bir 500 metr arası var. Belə. Gəldim beşlərdir, əlinə çıxarıb gətirərdim. Çəkir amma bir böcək. Çək. Bura proxor sistemidir. Giriş qapısı birinci mərtəbə burada 2 ailə yararlıdır. Bura birinci mərtəbəsi evimizin. Bir bu özün izah elə. Bu 27 kvadrat saldı. 3 dənə yataq otağıdır. 4'ün 3'ə. Yataq otağı 1. Otağı 2. Əşyalı, əşyasız bibi. Əşya belə bir şey yoxdur alt mərtəbədə. Üstdə var. Yəni əşyaların pulunu da verərsən, təbii ki, əşyalı olur. Qiymət nə olacaq bibi? Qiymət 200 min. Endirim nardır. Xahiş edirəm məni real alıcı olmasa incitməsin. Çünki iş adamıyam, evdə olmuram. Konkret alıcı istəyirəm və 200 minə deyirəm, təbii ki, aşağı yuxarı Endirim olacaq. endirim olacaq. Çünki evdə ha. Burada mətbəximizdə mənimdir. Birinci mərtəbə mətbəxi. Mebeli də var. İşığı sönükdür, amma mətbəx mebel zadı var burada, hamısı var. Pəncərəsi səhətinə baxır. Paltar yuan maşını, haladenik təzə. Haladenik patoryan başının hamısı burada var. Birinci mərtəbənin sanitar qoşağıdır. Yeri stupoldur. Bura proxor sistemidir. Mən 2 dənə oğlum vardı. Oy, ikisi də mənlə yaşasın. Amma zamaniyə görə hamı çıxdı, getdi, tək qalmışam. Bu boyda evdə tək qalmısan. Bax, bura Gənclər şəhərcidir. Buradan da görürsən də, buradan da yol asfaltdır, birbaşa Sumqat yolla. Hər kənin sahəsi burada. Burada əlavə su çənləkim var. Burada kladovka, sanitar qoşağı var. 6 tondur. Yay, qış su problemim yoxdur. Hamı susuz qalır, mən yox. Çünki mən sevirəm gözəl yaşayışı. Evimin 2-ci mərtəbəsidir. Koridordur. Sağla mətbəximizdə mən biləni. Mətbəxdir, bəli. Haladenliyi, paltarı. Yəni Bunlar qalacaq yoxsa yox? yaşayıram, ha? Bunlar qalacaq. Təbii ki, qalacaq, onları mən necə götürürəm? Patoryan başı xazinek qalacaq. Yox, haladenlik yox. Xazinek təzədir, cehiz deyəsən. Hə. İzdəyir, işlədir. İkinci mərtəbə aid olan sanitar qoşağı. Sanitar qoşağı da maşallah elə bir otaq boydadır. Bəli, hər şey. Bura zalda. Zaldır. Zal da yetərincə genişdir. Zal, 2-ci mərtəbənin zalıdır. Kombi sistemi var, işlək vəziyyətlidir. Qaz, su, işıq, sənədləri də ki, kupçada hörmətli kanal cəzəmiz. Bu böyük bir yataq otağıdır. Bu da bir yataq otağı. Yəni iki. Yataq otaqları genişdir. Bir qonaq otağı boyda yataq otaqlardır. Pəncərələr birbaşa öz həyətinə baxır, hörmətli kanal cəzəmiz. Kombimiz həmişə kimi işlək vəziyyətdədir. Yerləşmə yeri çox gözəl yerdədir. Həm Gənclər şəhərinin arxasında, həm də Zeynam marketə çox yaxın bir ərazidə yerləşir. Hər tərəfdən 5 metrə mərkəzi yola məsafəsi var. Buradan da pəncərəsi birbaşa öz həyətinə baxır. Bir daha görsədim. Bir əlavə nə sözüm var? Əlavə sözüm budur ki, kim istəsə sizlə ya mənlə əlavə saxlaya bilər. İnşallah. Amma real alıcı Narahat eləsin bir sözlə. bəli. Proxor sistemi də genişdir. Gördüyünüz 2 metrdən çox proxor sistemidir. 110 kvadrat aşağıdır, 110 kvadrat Monolit yuxarı. betondur. Mərtəbə arası manat betondur. 220 kvadrat ümumi tikinti sahəsidir və 3 sot yəni torpaq sahəsi üzərində inşa olunub. Əlavə məlumat üçün zəng vura bilərsiniz. Ağaçları, tonlar üzüm Çəkmişəm var hamısı. deyirəm, hə. İnşallah. Allah qinəti yersin bibi. Sağ olun. Geniş Sağ ol. Teşekkür ederim.